Ağalar, Mercedes G-Class G63 AMG 2025'dir. Maşın 142 min dollardan bugün girəcək müzayidəyə. Gördüğünüz kimi təsadüfi ön hissədəndir. Bir dənə bamper lazım olacaq, bir də yan yüzgüsü, bir də krılosunda kraskası olacaq. Krılo yenisən əvəz olmalıdır. Salona gəldikdə qaradəri salondur. Rulun airbagı, yan pərdə airbag, bir də şitin airbagı atıbdır. Luku var, dəri oturacaqları. Vinkod burada qeyd olunubdur. 4 motordur. Maşının arxadan heç bir təsadüfi yoxdur. G550'dir maşın, G63 deyil, G550. Sağ tərəfdən də ki, maşın təsadüfsüzdür. Kimsəsə əlaqə saxlasın. Ağalar, günümüzün gözəl Genesislərdən biri. Genesis G72 motordur, 2021'də 61 min may probeglə 9500 dollarla maşın girir müzayidəyə. Maşında bir ədəd ablitsovka, bufer lazım olacaq, bir dənə də faras. Kapot təmirə yararlıdır. Sol tərəfində heç bir təsadüfi yoxdur. Qapılar bağlıdır maşında. Arxa tərəfdən də ki, maşın təsadüfsüzdür. Sağ tərəfdən də ki, heç bir təsadüfi yoxdur. Sadə komplektasiyadır, arxa çəkəndir. Qara salonla. Bu da VIN nömrəsi. Qurtuluş qiyməti təxminən olacaq hardasa 12 min dollara. Kia Sportage 2023 83 min kilometr probeglə 2.5 motor, ömrü plaka 9500 dollarla maşın gecə müzayidəyə. Maşın təsadüfü sol qapısındadır. Maşına bir dənə sol qapı lazım olacaq. Qapısı açılmır. Deməli, salondan yan pərdə airbagı atıb, dəri oturacaqlarla təchiz olunubdur. Salonun gözəlliyi, sideniya qızdırıcısı, rul qızdırıcısı, panoramik luku. Maşın bugün müzayidədə. Arxadan da heç bir təsadüfi var. Genesis 2016'nın Genesis'idir. Maşın bugün girir müzayidəyə. 86 min kilometr probeglə kareykadır, bedona renkli, təsadüfsüzdür. Heç nəyə yoxdur. Maşın gül kimidir. Start qiymətdəki 4000 dollardır. Gözəl qiymətə bu maşın almaq olar. G380'dir. Genesis'dir. Hazır maşındır. Aldın, oturdun, sürdün. Salonun gözəlliyinə dəri oturacaqlar, panoramik luk, polnu full komplektasiya, sideniya qızdırıcısı, rulun qızdırıcısı, hər bir şey var. Arxa oturacaqların görürsünüz, sideniya qızdırıcısına kimi var, polnu full komplektasiyadır. Şasi nömrəsi burada qeyd olunub, bu fürsəti qaçırmayın. Bu maşını qaçırmayın, ağalar. Ağalar, 2022 Hyundai Palisade. Maşın bugün girir müzayidəyə. Maşın təsadüfi sol tərəfdən olubdur. Deməli, 2 dənə qapı lazımdır maşına. Polnu full komplektasiyadır. Kaligrafidir. Head-up display var. Panoramik lukdan. 360 kamera ilə də təchiz olunubdur. Maşın bugün müzayidədə. Gözəl qiymətə almaq olar. Dəri oturacaqları, sideniya qızdırıcısı, soyuducusu, gördüyünüz kimi luku, hər bir şey var. Kimsəsə əlaqə saxlasın. Allah göndərək, şirkət eləyək. Ağalar, Mercedes E350. Hamının soruşduğu, axtardığı Mercedes bugün müzayidədə 2 motordur. 101 min yol qət edibdir. 10.500 dollarla maşın girir müzayidəyə. Polnu full komplektasiya ilə 360 kamerası var. Sağ sol tərəfdən bedona renk, təsadüfsüz. Gördüyünüz kimi E350, 4 matik. Hamının istədiyi Mercedes'i tapdıq, çıxartdıq axırı. Sideniya qızdıranı, memri paketi, dəri oturacaqları, elektron priboru, yeni rulu, ikili panoramik luklandı. Maşın bugün müzayidədə, bu da şasi nömrəsi. Kim istəsə əlaqə saxlasın, müzayidədən gözəl qiymətə bu maşını alaq sizlərə. Hyundai Palisade 2020-ci ildir. Maşın 9000 doların girir müzayidəyə, 97 min mil yürüyüşü var. Deməli, təsadüfi sol tərəfdən də krılosudur, subatsokudur, farıdır, bamperi alınacaq. Sonra arxadan qapı hissəsində o belə bir yüngül təsadüfi var, təmir olunacaq. Bagaj hissəsində heç bir təsadüfi yoxdur. Sol tərəfdən də ki, maşın təsadüfsüzdür. Salona gəldikdə qaradəri oturacaqlarından təchiz olunub, heç bir airbag atmayıbdır. Polnu full komplektasiyadır. Gördüyünüz kimi farası burada təmirə yararlı deyil. Lukudakı var. Maşın bugün müzayidədə, bu da şasi nömrəsi.
2020-ci il. Kim istəsə əlaqə saxlaya bilər. Gözəl qiymətə müzayədən alaq maşını. Ağalar, Nissan Armada 2017-dir maşın, clean title, bedona rəngdir. 145 min yol qət edibdir. 10.500 dollarla maşın bugün girir müzayidə. 360 kamerası var. 4 çəkəndir. Gördüyünüz kimi 360 kamerası. Qara dəri salonu. Lüku var. 4 çəkən. İdeal vəziyyətdədir maşın. Maşın heç bir təsadüfi yoxdur. Hazır maşındır. Platinumdur gördüyünüz kimi. Polnu full versiya. Kim istəsə müzayidədən gözəl qiymətə bu maşını almaq olar. Bedona rəng təsadüfsüz maşındır. Böyle bir gözəl Mercedes CLA 300 çıxır aksiyonu 2024'lü maşın. Gördüyünüz kimi maşının ön hissəsində heç bir zədəsi yoxdur. Maşın 98.000 dirhəm start qiymətidir. 17.402 cəmi yürüyüşü var maşının. Maşın gördüyünüz kimi sol hissəsində heç bir zədəsi yoxdur. Balaca burada bir dənə krişkasını çıxıb bunu yerinə salmaq lazımdır. Maşın gördüyünüz kimi arxa hissəsində bagajında belə göstərir. Belə bir batığı var. Bunda beskraska işləyib çıxartmaq olar. Və maşının keçək sağ hissəsinə, sol hissəsinə. Sol hissəsində maşın deməli krilo təmirə yararlıdır. Bir dənə boş qapı lazımdır bizə. Bir dənə boş qapı. Belə bir qapı zədəsi iləndir gördüyünüz kimi əziz dostlar. Maşında qapıda açarsı daxil olmaq, kör nöqtənin sensoru. Belə bir gözəl interyeri verir maşının gördüyünüz kimi. Bu master səs sistemi, oturacaqların elektron idarə olunması, LED pribor, monitor, lük, oturacaqların isidisi, soyuducusu. Belə bir gördüyünüz kimi gözəl salonu var maşının. Maşının vinini sizə təqdim edeyim dostlar. Kimə maraqlıdırsa bizlə əlaqə saxlasın. Maşın bugün aksiyona çıxacaq. Çox gözəl qiymətə maşını əldə etmək olar. Əziz dostlar, 2024-ün belə bir gözəl Toyota Land Cruiser'i. Maşın 2.4 motordur. Cəmi cümlətanə 44.500 cəmi maşın yol gedir. Maşın gördüyünüz kimi ön hissəsində heç bir zədəsi yoxdur. Maşını gördüyünüz kimi sol hissəsində sağ hissəsində heç bir zədəsi yoxdur. Maşın cəmi 44.500 yol gedib. Sol tərəfinin, sağ tərəfində maşının heç bir zədəsi yoxdur. Maşının arxa hissəsində gördüyünüz kimi heç bir zədəsi yoxdur. Və maşının sol hissəsində gördüyünüz kimi heç bir zədəsi yoxdur. Maşında qapıda açarsı daxil olmaq, kör nöqtənin sensoru, 360 dərəcə kamera, belə bir dəri salon, oturacaqların elektron idarə olunması, oturacaqların isidisi, soyuducusu, elektron əl əyləci, avto hold. Gördüyünüz kimi maşında lük mövcuddur. LED monitor, pribor, monitor, head-up display. Yəni maşın tam dolu maşındır həqiqətən. Maşının vinini sizə təqdim edeyim. Kimə maraqlıdırsa dostlar bizlə əlaqə saxlasın. Maşın gördüyünüz kimi ideal maşındır, zədəsiz maşındır. Kimə maraqlıdırsa bizlə əlaqə saxlasın.